34 illik ənənə. 1991-ci ilin oktyabrında Ağdamda yaradılan 845 saylı batalyonun sağ qalan döyüşçüləri 34 ildir ki, hər ilin 12 iyun günündə bir yerə toplaşır. 1992-ci ilin iyun ayının 12-sində minaya düşərək əbədiyyət yolçuluğuna çıxan milli qəhrəman Allahverdi Bağırovun silahdaşı, yəni 845-çilər onun şəhadəti ucaldığı tarixi toplanış günü kimi qeyd edir, komandirlərinin və digər şəhid yoldaşlarının xatirəsini anır, onların ruhuna dualar oxuyurlar. Bismillahirrahmanirrahim. Allahümme ighfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat el ahyayi minhum vel amvat. إلى روح المرحومين المغفورين المنويين بحق سورة الشرافة الفاتحة اللهم صل بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله احد الله الصمد لم يلد ولم يولد ولم يكن له Allah rahmet. Allah cəmi şəhidlərimizə əli rəhmət eləsin. Mənə bayad səba yol sərvi gülruxdan xəbər verməyiz. Açılmaz gönçeyi bəxtim, ümidim nəxli bər verməz. Töküb göz yaşını sənsiz həlakim istərəm. Əcəl peykinən seyliyə şkirdabı güzər verməz abavalama verməz ay. Yan cəmi şəhidlərin ruhuna kiçik bir surə tilavət edək. Hamısının ruhuna inşallah Şəms surəsi oxuyaq. أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها والأرض وما طحاها ونفس وما سواها فألهمها فجورها وتقواها قد أفلح من زكاها وقد خاب من دساها كذبت ثمود بتقواها إذ انبعث أشقاها فقال لهم رسول الله ناقة الله فسقياها فكذبوه فعقروها فدمدم عليهم ربهم بذنبهم فسواها ولا يخاف عقباها صدق الله العلي العظيم صدق وبلغ رسوله النبي الكريم ونحن على ذلك من الشاهدين والشاكرين والحمد لله رب العالمين آمين يا رب العالمين اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات إلى روح المرحومين المغفورين المنويين بحق سورة الشرافة الفاتحة اللهم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له Allah şəhidlərimizin Qəsd etməyincə tac zər verməz. Bəla zimnində rahat olduğu nizar edər xəlqə. Fələk behudə xar kuşkidən bərgi tər verməz. Füzul dəhrdən kam almaq olmaz, olmadan giryan sədəf
Sədəf suy almayınca əbri nisandan gühər verməz aman aman. 1993-cü ildə Ağdam şəhəri ermənilər tərəfindən işğal edildiyi üçün keçmiş döyüşçülər həmin ildən etibarən Respublikanın müxtəlif şəhər və rayonlarının Şəhidlər Xiyabanında uyuyan silahdaşlarının məzarı başında bir araya gəlib qəhrəmanlarımızı yad edirlər. Yoxdur bu 90-cı illərin sonlarında ləğv edilən batalyonun keçmiş döyüşçüləri ordu sıralarından tərxis edilsələr də 2020-ci ildə 44 günlük vətən müharibəsinə qədər həmişə döyüşə hazır vəziyyətdə Ali Baş Komandanın əmrinə müntəzir dayanıblar. Azərbaycan ordusunun düşmən üzərində qələbəsi və işğal altındakı əraziləri erməni silahlı birləşmələrindən təmizləməsindən sonra batalyonun döyüşçüləri işğal altında qalan şəhid yoldaşlarının məzarlarını tapıb bərpa edir, onları ziyarətgaha çevirirlər. Şövqlərini çıxar mümkünsə candan ey təbib, ey. Ağdam Şəhidlər Xiyabanında uyuyan vətən övladlarını ziyarətə gələn keçmiş döyüşçülər, rayon ziyalıları, şəhid ailələri Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edənlərin ruhuna dualar oxuyub, onlarla bağlı xatirələrini bölüşdürdülər. Vanik, Prezamal kətlərində onlardan bəylər qardaşımızdır, Nizami həkimdir, Allah verdi Bağırovdur və Əmir qardaşımızdır. Həmən günü 4 şəhid, 7 yaralı verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin hamısı bizim ürəyimizdə, qəlbimizdədir. Onların yanında biz olmuşuq. O yaralıları, o şəhidləri biz çıxartmışıq o ağrılı, acılı günlərdən. Allah Taala 44 günlük müharibədə də əziyyət çəkən bütün qazilərə can sağlığı versin, veteranlara can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bu günü bizə yaşadan ordumuza qüvvət, güc-qüvvət versin. Bir də müharibə olmasın. Allah cənab prezidentimizə can sağlığı versin. Onun əzmkarlığı, onun qətiyyətlə qurduğu, yaratdığı bir ordu bu günləri torpağımızı azad elədi. Və orada bizim hər birimizin iştirakı olub. Allah Taala bir daha da şəhidlərimizə rəhmət eləsin. Mən həmişə demişəm, şəhidlər vətənimizin əmanəti, millətimizin qürur yeridir. Və əlavə eləyirəm, şahid və gəzən şəhidlərimizə sağlam ömür arzulayıram. Bu günləri bu əhalinin içində o uşaqlarla biz yürüyüşdə olmuşuq ki, onlar bu günləri şahid olublar. Yəni gəzən şəhidlərdir. Və Allah verdi haqqında kifayət qədər də söhbət oldu. Mən bu günləri Nizami həkimə də Allah rəhmət etsin deyirəm. Bu günləri Allah verdinin qardaşı, böyük insan, Eldar Bağırova Allah rəhmət etsin deyirəm. Bütün şəhidlərimizə Allah rəhmət edin. Siz sağ olun, əziyyəti olanlara çox sağ ol deyirəm. Hər birinizə gələcək günlərdə xoş günlər arzulayıram. Belə bir söz var, əgər sərkərdə güclüdürsə, əgər sərkərdə ağıllıdırsa, əgər sərkərdə döyüşçüdürsə, deməli onun döyüşçülər də həmin ürəkdədir, həmin döyüşkənlikdədir. Allah verdi, elə bir qəhrəman komandir idi ki, onun arxasınca getməmək mümkün deyildi. Hər hansı bir döyüş olsun, biz o döyüşlərə ürəklə girirdik və lazımı qədər, bacardığımız qədər özümüzü orada, məsələn, torpaqlarımızın müdafiəsində iştirak edirdik. Bizim batalyonun 4 milli qəhrəmanı var, yəni o deməkdir ki, 845 nömrə hərbi hissənin hamısı milli qəhrəmandır. Əhbər müəllim bir yaxşı sözü var deyir, canlı şəhidlər. Biz onlarıq. Biz o şəhidlər hamısını çiynimizdə daşıyan insanlarıq. Yaralılarımızı, qazilərimizi səngərdən çıxardan insanlarıq.
Allah Teala bu xalqımıza, bu millətimizə bir də o günü bizə göstərməsin. Həmişə bu elə, bu obiya toy, şənlik qismət eləsin. Allah hamısına qəni-qəni rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Biz şəhid ailəsi kimi böyünləri çox şad oldum. Bizim şəhidimizi yad eləyən yoldaşımız, döyüş yoldaşları çox var olsunlar, böyün təşkil eləyiblər. Bakıdan, nə bilim, müxtəlif rayonlardan əziyyət çəkib gəliblər, çox sağ olsunlar. Bizim şəhidimizi yad eləyənləri, yerdə qalan döyüş yoldaşlarına Allah can sağlığı, uzun ömür versin ki, böyünləri bunu təşkil eləyiblər. Çox sevindim, var olsunlar. Mənim qardaşlarım, nə bilim, çox var olsunlar. Başda əlim olmaqla hamısını Allah var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Mən milli qəhrəman Allahverdi Bağırovun çofri, Mirzəyev Əmrin həyat yoldaşıyam. Mən yolda gələndə fikirləşirdim ki, yəqin ki, mən orada tək olaram. Amma gəldim, baxdım ki, burada Ağdam cəmaatı, Allahverdi bəyin, Əmrin döyüş yoldaşları, Ağdamda canını qurban vermiş sağ qalan oğlanlar hamısı buradadır. Şəhid olanlara Allah rəhmət eləsin, qəni-qəni. Rəhmətliyin dostları var içində, tanımıram, üzürü saysınlar yanı. Allah hamısına dəyməsin, Allah böyüklükdən əsk eləməsin, Allah prezidentimizin canını sağ eləsin ki, bugünkü gündə biz onun sayəsində Ağdam torpağındayıq, şəhidlər xiyabanındayıq, şəhidlərimizin qəbri üstündə ziyarət eləməyə gəlmişik. Mən Bəlorov bəyləm evladıyam. Mən İlk şəhiddir də. Bəli, 92-ci ildə şəhiddir. Mən bu gün şəhidlərimizi anıb bura gələn hər bir kəs özlərinin təşəkkürünü bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Atamın mən bugünkü gün burada bu döyüş yoldaşlarını gördüm, qürurlandım həqiqətən. Mən bilməyəm, tanımırdım. Bir tanış olmuşuq burada. Çox xoş oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Keçmiş batalyonun döyüşçüləri komandirlərinin ziyarətindən sonra şəhidlər xiyabanında uyuyan digər döyüş yoldaşlarının məzarı önündə sayğı duruşuna dayanıb ruhuna dualar səsləndiriblər. Onların yeri onsuz da cənnətdir. Cənnəti qazanıblar. Allah o şərəfi hələ də qismət eləmir. Ən şərəfli bir ömrün sonluğudur. Şərəfli də sonluq. Allah hamısına rəhmət. Amin. Bismillahirrahmanirrahim. Allahümme xeyri lil mu'minina vel mu'minat vel muslimina vel muslimat vel ahyayi minhum vel amvat ila ruhil merhumin mahfuzin ma'lumin bi haqqi suretil şerafet. Allahümme salli ala Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim. Bismillahirrahmanirrahim. Lem yelid ve lem yulad ve lem yekun. Ay bəylər, bəylərim, döyüş yoldaşları, Qarabağəlilər, Allah sizə dəyməsin, Allah bizə uzun ömür, can sağlığı. Bunu təşkil eləyənlər çox var olsun, çok sağ olsun. Sağ olun. Allah dəyməsin, Hamımızın burada böyük gəlir. O cümləmiz, cəm qardaşlarımız, cəm oğlanlarımız, Borcumdur, mənim borcumdur. Hamımızın borcudur, hamımız da buradayız. çok sağ olun. Şirvandan da köhnə Əlbayramdan döyüşçü qardaşlar buradadır. Allah canları sağ eləsin. Döyüşçülərdir. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Döyüşçü qardaşlarımızı Allah qorusun. Mən də sizə ana səbir diləyirəm Allahdan. Allah cəm şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Sağ olun. 1992-ci ilin may ayının 15-də Ağdam istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 helikopteri ermənilər tərəfindən vurulur. Pilotlardan birini düşmənlə qeyri-bərabər döyüşdə tək başına xilas edən 19 yaşlı Sənan Rüstəmovun məzarı önünə gələn ziyarətçilər onun igidliyindən söz açıblar. Gözəl idmançı, gözəl musiqiçi, hər tərəfli yeteneğe malik olan bir insan. Eyni zamanda cavan yaşından özün ağsaqqal kimi aparan yarışlarda mənim köməkçim olur.
çox ağıllı. Eyni zamanda Azərbaycanın ilk desantçılarından biri olub. Şirin Mirzəyevin batalyonunda erməni kəndlərinin əhatəsində olan Umudlu, Kərəmli kəndlərinə vertolyotla onları desant kimi biz atmışıq. Orada o kəndlərin mühafizəsini təşkil ediblər və onlardan ən fəalından biri Sənan Rüstəmov olur. Bu ailəliksə döyüşür. 3 oğul, ata və ana da mən onu döyüşçü hesab edirəm. Çünki o igidlərə Allah qardaşımızın ruhunu şad eləsin. Amin. Ağdam Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra keçmiş döyüşçülər Mərzəli kənd qəbirstanlığında uyuyan döyüş yoldaşları müharibənin ən ağrılı günlərində onlarla, bəlkə də yüzlərlə döyüşçünün həyatını ölümdən xilas edən həkim Nizami Şükurovun məzarı önünə də əkilil qoyub, onunla bağlı xatirələrini bölüşüblər. İyyâke nâbudu ve iyyâke nestaîn. Sıratallazîne en'amte aleyhim gayril mağdûbi aleyhim. Bismillahirrahmanirrahim. Allah gani rahmet eylesin. Könülde ah bizarım var, ne sabreder arzum var. Könülde ah uzarım var, ne sabreder arzum var. Keçmiş 845-çilər 1957-ci ilin mayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu il dönümü münasibətilə Cümhuriyyətin üç rəngli bayrağını Qız Qalasının üzərinə sancmış Cahid Hilaloğlunun məzarı başında onu anıb ruhuna dualar oxuyublar. Neçin gəlməz, neçin gəlməz, neçin gəlməz, neçin gəlməz.